Əziz qardaş və bacılarım, dünya öz gözəllikləri ilə və ləzzətləri ilə sona çatacaq. Uzun və qısa ömürlər tükənəcək. İnsanlar sən də onların arasında olmaqla Rəblərinə dönəcəklər. Ramazanı dörd gözlə gözləyərkən əcəli çatan bir çox insan oldu. Ramazanda çoxlu salih əməl işlə. Qısa bir müddətdən sonra Ramazan yenə bitəcək. Ramazanda Allah ilə öz aranda yeni təmiz bir səhifə aç. Keçmişin ilə gələcəyin arasında bir pərdə çək. Bütün günahlardan tövbə edərək mərhəmət sahibi və tövbələri qəbul edən Allahın huzuruna dön. Bu gözəl mövsümü salih əməllərlə və keçmiş günahlara tövbə etməklə dəyərləndir. Keçmişdəki boşluqlarının yerini doldurmaq və işlədiyin xətaların bağışlanması üçün Ramazandan istifadə elə. Ramazanda özünə yeni bir parlaq səhifə aç. Allah Taala'dan uzaq olduğun keçmişin üstündən xətt çək. Hər cür günahdan, qüsur və xatadan tövbə edərək mərhəmət sahibi və tövbələri qəbul edən Allaha dön. Xeyir mövsümlərini salih əməl ilə, keçmiş günahlardan tövbə edərək dəyərləndir. Ramazanda oruç tutmaq insanın Allaha qayıtması və bağışlanması üçün Allahın ona verdiyi bir fürsətdir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, burnu yerə sürtülsün və yaxud bizim dildə desək başı yerə batsın Ramazana çatıb bağışlanmayanın. Əziz müsəlmanlar, ümidsizlik və çarəsizliyə qapanmaq şeytandandır. Şeytan bu silahdan günahkarların günahlarına davam etməsi üçün istifadə edir. Qul nə qədər pis əməl sahibi olsa da, İslamda Allahın rəhmətindən ümid kəsmək yoxdur. Tövbə özündən əvvəlkiləri yox edir. Peşmançılıq özündən əvvəlkiləri silir. Ramazan tövbə və peşmançılıq mövsümüdür. Allah Taala Quran-ı Kərimdə buyurur: "Qul ya ibadiyellezine asrafu ala anfusihim la taqnatu min rahmetillah innallaha yaghfiruz-zunuba cemi'a." De, ey mənim özlərinə qarşı həddi aşmış qullarım, Allahın rəhmətindən ümidinizi kəsməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayandır. O həqiqətən bağışlayan və rəhimlidir. Zümər surəsinin 53-cü ayəsi.